Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. 2 günü təmiz eləyə bilməyib də, ağrıdadır. Bugünkü günü ağrıdadır. 2 gündür də ağrıdadır, 2 gündür də ağlayır, sızıldayır. Hücə damarda yer yoxdur. Hücə yoxdur. Hara eləsin, hara da eləməsin, Allaha xoş gəlsin də. Allah nətərsən? Sağ olun, razı olsun, olacaq. Vəziyyət. Yaxşıdır, sağ ol. Ağrıdasan? Yo. Çıxmısan? Hə. Nəyə ehtiyacı var paltı hamısını eləyəcəm. Hə, paltarımı versin dəyişərəm. Dəyişmək döyüş. Ancaq qaldı ki, reabilitasiyaya çatdı, nəyə ehtiyacın oldu mən narahat olma. Heç hər şeydən rahat ol, ürəyi bu kimi sağla. Bu belə deyim, bu tək Nailin yox, bu bütün Azərbaycanın borcudur ki, gəlib sənə dəstək olmalı. Çünki nəyə görə deyim, mənim qardaşım, mən Nail 3-4 il qabaq mənim videolarıma bir dənə baxsın, çıxışlarıma. Rusiyada mən belə şeylər görmüşdüm. Ancaq bu Azərbaycanda yox idi. İndi uşaq Azərbaycan həmin gün 15-16 yaşlı cavanımız, gəncimiz narkotik istifadə edir. O nöqteyə nəzərdən mən özümə borc bildim ki, gəlim səni belə pisdə çıxmasın, göydə Allah, yerdə mən götürüm səni öhdəmə. Allah köməyiniz olsun. Bunu da anam rahat ol. Allah kömək, o da sizin bir balaca körpəniz. Hə, mənim balaca Ürək qardaşım. parçası, o da adamın bir ürək parçadır da, o da bir körpə uşaqdır. Əyni dəyiş gerek. Əlimdəyik. Hə, Allah Zeynəb. Bir dənə də adam üzrə baxışlar olar. Yəni qapının ortasına baxışlar. Sən gəl çıxsa. Günü gündən əriyir, günü gündən la bir rəngi başı nə gündədir, sapsarı saralıbdır. Vallahi belə biçəmir. Vaxtında da heç deyirəm baş gözünü yuy, heç ona deməyin vermir, imkan vermir ki, bir vaxtında baş gözünü yuysun. Zorla balayla paltarını dəyişdirə bilmirəm, bağışlayın, hamama sala bilmirəm, imkan vermir buna. Rəngi başı sapsarı saralır, nə boydana idi, nə günə düşübdü. Günü gündən əriyir, gözümün qabağında əriyir. Bəs mən ana döyəm, mən daşam. Mən anayam da, mənim gözümün qabağında gör balam nə hoqqalardan çıxır. Mən hara baxım, mən dərdimi kimə deyim? Yerdə, göydə Allahı tutub, yerdə sizi tutdum. Sizə dedim, Allah sizə kömək olsun, Allah sizə can sağlığı versin. Siz ki belə çağıranlara gəlirsiniz, dəstək olursunuz, Allah sizə yardımcı olsun, balanızı saxlasın, Allah köməyiniz olsun. Deməli, anacan, tutan, biz gəlmişik, Azad Həyat Reabilitasiya Mərkəzi var. Orada narkomanların, alkaşların, qumarbazların müalicəsi prosesi gedir. Buranın da rəhbəri Həmid müəllimdir. Həmid müəllim videoya baxan kimi, videonu görən kimi dedi ki, 15 yaşlı uşağımıza, balacamıza dəstək olacam. Allah onun balasını saxlasın səndən bir yerdə. Və gəlmiş aparmağa, Aparın. gözünüz yolda qalmasın. Allah köməyiniz olsun. İnşallah müalicə alsın, sağalsın. Adam baxır, vahiməyə gəlir. Niyə o? Birincisi yaşayışı görürsən də nə yaşayışda yaşayır. İkincisi də ki, bu yaşda uşaq, bu bizim belə deyək də qırmızı knopka olur, sos knopkası. Bu odur. Bir var, biz həmişə görürdük, həm 25-30 yaşlı gənclər belə deyək, 15 yaşlı nə deməkdir? Özdə sənin videoya baxıb, 12 yaşından istifadə eləmək nə deməkdir? Deməli, küçədə olan bugünkü mühit, həyat bu belə cavanları çəkirlər. Cavanlarımızı belə deyək də pis günə qoyurlar da. O nöqteyə nəzərdən tək mən yox, mən əminəm ki, hər bir Azərbaycan vətəndaşı bu uşağı görsə, ona dəstək olmaya hazırdır. Həmçində mən görən kimi də sənə dedim ki, Nail, gedək, götürək, gətirək, yerləşdirək. Əlimizdən nə gəlirsə onu da eləyək. O təzədən reabilitasiyadan çıxıb gəlib buralarda yaşasa, təzədən yolunu aza bilər. Elə o Yunus Giləzadan necə yer verilmişəm mənə reabilitasiya üçün. Çalışacağım ki, reabilitasiyadan sonra da yenə götürüm öhdəmə. Elə orada da qalsın, yaşasın, belə deyim də oralarda olsun. Da buraxmayaq bunu. Çox belə acınacaqlı durumdur. 15-16 yaşlı bir gəncin iynə vurmasını. Adam ürəyi parçalanır, adam ürəyi dağ olur.
başıdır. Allah İran'ın öbünü yıksın, İran'ın çırağını getirsin. İran olmazsa cavanlarımız yaşayar. Hamısı İran elinden keçir. Cəmiyyətin gül kimi balaları bundan məhv olur. Analar gözü yaşlı qalır bu vəziyyətdə. Yetimlikdən, yesirlikdən saxla. Axırda gəlsin bu yaşa çatsın. Bu vaxta çatsın. Bana İnşallah canım bundan sonra Allah göz köməyiniz yaşları, olsun. sevinç göz yaşları. Allah Əvəz köməyiniz olmaz. olsun. Allah Toyunda balanızı, Allah. Allah balanı saxlasın. Allah sizdən razı olsun. Allah sizə dəyməsin. Oyun olsun elçiliyime gidiyor. Allah köməyiniz olsun. Bir balam ondan gelir. 21 yaşında. İstəmirəm bu o vəziyyətdə olsun da yəni. İnşallah olmaz. Yine bu şehirde üz yüze geldik. Neyleyek ayrıca? Şəhərimiz yox, bəlkə də biz Sizə əlaqə nömrəsi veriləcək. Müalicə mərkəzinə. Əlaqə saxlayırsınız. Xoşbəxt xəbərimiz Nə öpmürsünüz? Aradan ne Sağ kadar olun. yıl geçip gören. Allah sizdən razı olsun. Sağ olun. Allah sizə dəyməsin. Allah sizə can sağlığı versin. Siz ki bu qədər xəstələrə dəstək olursunuz, Allah da sizə yardımcı olsun. Mənim də canım qutardı gözümün qabağında. Hər dəqiqə ləllələ idi, hər dəqiqə zulm çəkirdi, hər dəqiqə əziyyət çəkirdi. Ölür də bu adam bir dənə sözlə də. Heç də Allah köməyiniz olsun. Anam sağ olun. Şadlıqlarda inşallah. Narahat olun. Allah sizdən razı olsun. Allah qurban olsun. Bəlkə də sənsiz ölmüşəm elə. Allah sizə dağlara qədər razı olsun. Siz ki mənim balama o qədər yardım elədiniz. Allah sizin o yardımlarınızı balanızın qabağına Allah Həmid müəllimin balalarını saxlasın. Müəllimə də can sağlığı versin, balasını saxlasın, ömrünü uzun eləsin. Balasının xoşbəxtliyini görsün, Nail müəllim də içində. Ya Allah. İnşallah ki bundan sonra Anarın sizə tez-tez dəyişimini, sağalma prosesini təqdim edəcəyik. Anarı çalışacağıq ki, sağlam cəmiyyətə, sağlam mühitə qaytaraq, narkotiksiz həyata qayıtsın. Çiğnətlərindən çəkdim. Telefonu özündə olacaq da əlaqədəcə saxlayacaq. Yox, telefon səndədir. Ver bura, mamama ver telefonu. Yox, yox, olmaz telefon. Hə, telefon. Ala. Telefon gəl məndən alasan. Oldu. Həlaqədə nömrəsiz zadı da yanına getməyi, gəlməyi hamısını özünüz Hamısı bu nömrəyə deyiləcək. deyilən. Hə. Elə oldu. Sağ ol. Allah Həmin amanında. nömrəyə atarsın. Hə? Nə lazım olsa həmin nömrəyə. Həmin nömrəyə at konum atacağıq. Allah razı olsun. Allah köməyiniz olsun. Sağ ol dədə. Allah Sağ ol. köməyiniz olsun. Sağ olun. Xatadan baladan uzaq olun. Allah köməyiniz olsun. Ağda deyirsən, çıxmısan. Vəziyyətən çıxmışam hə. Neçə manatlıq? Allah belə toçka gedə bilər. Toçka? Hə. Neçə toçka? 30 saat. 30 toçka. Onlar həm patıdır, həm də Bəli, bəli. kokosdur da, yox. Qarışdırır ha. Qarışdı. Sağalmaq istəyirsən anar Hə, özün. sağlamaq istəyirəm. Ürəkdən. O qədər. Bəli, bəli, ürəklə. O qədər. Videova baxdın özün. Hə, baxdım. Baxan olub dost tanışdan. Hə, baxan olub, çox baxan olub. Nəsə demirlər? Zəng eləyəndə olub. Yox, heç nə deməyib. Hələ. Zəng eləyən kimdir? Dost tanışlarım. Cavanları mən belə deyirəm də 99% nə şeylə başlayır. Sonra azlıq eləyir. Hər də bir cür bir bahanə ilə gətirib oturtdururlar. Bura narkomanların, alkoqolizmdən əziyyət çəkən insanların, oyun asılılığından əziyyət çəkən insanların, qumarbazların müalicə aldığı mərkəzdir.
Salam aleykum. Nətərsən? Fərid nətərsən? Nə var, nə yox? Qoca nətərsən? Nə var, nə yox vəziyyət? Salam nətərsən? Keçən dəfə səni qarşılamışdılar, hə? Bəli. İndi də sənlə necə qarşıladı? İndi anarı da elə. Hoşsun gözüm. Yaxşı, gedin otağın görsədin, yavaş-yavaş. Anar, nə olub bir tərsən? Yo, yaxşı. Sıxılma. ha? Yo, sıxılmayacağam. Qəti sıxılma. Ulan hamısı sənin qardaşlarındır. Tanıyırsan Yunusu? Hə? Sen de dağılacak. Bir gram Sağ ol. Çok güzel yerdir bura. Yaxşı olacaq işlər. Fərid artıq neçə vaxtdır? 6 aydır. Artıq 6 ayın oldu, hə? Bir şey qalmayıb hə də. 17 gün. 10-15 günə 6 aydır inşallah. Sizin de işin yoxdur. Tapır ki, gətirsin, hə? Abi yox, mən bu yaşda baxıb elə eləmirdim. Neçə yaşım var? 16. Yox, mən o yaşda eləmirdim. Bu 12 yaşından eləyir. Bu yaşında bura gəlməyə böyük uğurdur. Bəli, böyük uğurdur. Allah. Yaxşı canını qutarıb, ha? Yaxşı ayrılıb gəlir. Elə bir həyatı udub da. Gəl. hep tanıdım. Bana dön idim, aynadım dönmedim. Biri demedim, aynadım, kaymadım, döndürdüm, saynadım. Bana dön. Görsən qardaşlar sənin üçün nə hazırlayır? Taktika da sənindir. Qalan da nə lazım olacaq? Sparkin bir falan həll edəcək var. Şkafını da qoydum. Heç nə sıxılıb eləmə, elə öz evin kimi. Milyonçu oğlu qardaşınla burada müalicə alır. Amerikada yaşayan Qalib qardaşımızın maliyyə dəstəyi ilə sağ olsun. Artıq 6-cı aylarda 15 gün qalıb çıxacaqlar. Hə? Bəli, inşallah. İki həftə 200 gün, 17 günüm qalmış. Allah qalibini canına sağ eləsin. Allah onu var eləsin. Allah onun kimi oğlanlara can sağlığı versin. Amin. Heç nədən əziyyət çəkməsinlər. Bu günə kimi yüzlərlə insan bu ocaqda müalicə alıb sağalıb, sağ əlləri Anarın başına olsun. Elə sağalanlardan biri də Raufdur. Rauf neçə aydır artıq? 1 il, 13 ay, 13 ay maşallah. İstifadə müddəti neçə il idi? 20 il. 20 il. Burada müalicə almısan, burada sağalmısan. Allah'ın azamı sağ olasın. Əladır, hər şey bomba kimi. Eyvallah. Təşəkkür ederim. Eski tuğla. Yaşa. Allah. Durun bir şey daha. Yox. Lomkada çinmək olmur. Kayıfda da deyirsən çiməcəm kayfı buraxacaq. Bunlar bir cəhənnəm həyatdır. Yayın cır-hacırında qısa onunla çıxırsan bayıra, üşüyürsən. Allah irəli şükür Allaha bugün 4 ildir mən ayıq təmiz həyat yaşayıram. Maşallah. Çox sevinirəm də. Mən inanmazdım Allah Fərid vallah. Amma mən Elə səndə də inamsızlıq var. Təzə yadımdadır. Yaponiyada. Şübhələrim var idi. Gəlirdin, Yunus məndə alınacaq. Ya deyirəm, niyə alınmır? Niyə alınmır? Bizdə alınıbsa səndə də alınacaq. Gəlin sağalın. Amma rahat keçdim mən bura, çox rahat keçdim. Çünki ölkənin bir nömrə mərkəzidir, rezultat üzrə. Burada qayğıdır, burada döymək, söymək yoxdur, motivasiyon deyil bura. Mehribançılıq, dostcanlıq. Mən bu 4 ilə elə bu reabilitasiyanın, sağalmanın hesabına çox dost qardaş qazandım.
Anar, içimdin, Hə, içimdim. rahatlaşdın. Hə, rahatam. Çox rahatam. Çox sağ ol. Allah sənin canını sağ olsun. Allah razı olsun. Qala biləcəksən burada. Hə, qalaram inşallah. Qollarıma baxın. Bu nədir bəs vurmuşsan? Bunun mənası nədir? Bunu mənim çoxdan vurmuşam. Nədir? Çoxdan dedim 2 yaşında, o evi Yəni tiksinsən. 2-3 ildə vurmuşam. Özün vurmuşsan, yoxsa vurmuşsan? Yox, uşaqlar. Və bu nədir? Cer yazılır. Hə, sevdir bu. Nə deməkdir? Mənim Slavoda etərəm. Svoboda etaray. Peşmansan olar burada o Hə, çox peşmanam. Peşmanam, valla. Peşmanam həqiqətən. Boynuna vurmamısan iynə? Yo, vurmamışam. Qətiyyən. Qoltuğun altına. Yo, hə, bir dəfə olub. Arasına. Dobra. Özün eləmisən? Hə. Heç sanar, sən burada qalacaqsan İnşallah. 6 ay. 6 ay qalmaram. Belə 3 ay 2 ay qalaram. Yox, 6 ay qalmalısan. Yo da 6 ay şey. Yəni proqram, müalicə kursu, tam müalicə kursu 6 aydır. Sən 2 ay, 3 ay qalsan yenidən istifadə edəcəksən. Yo, istifadə eləmərəm mən. Həyatı boyu istifadə eləmərəm mən. Həqiqi istifadə eləmərəm. 3 aydan sonra çıxsan. Hə, eləmərəm, həqiqi eləmərəm. Söz verirəm eləmərəm. Valla. Yatmısan vəhşi? Bu gün yo yatmamışam. Vəhşi yatmamısan. Yo, 3 gün 4 gün yatmıram. 3-4 gündür yatmırsan. Bəli. Patı qoymur da yatmağa. Hə, qoymur. Ana, getdik qaqa. Sağ ol, Allah razı olsun. Özünə yaxşı bax. İnşallah sağ ol. Allah sənə dəyməz. Gələcəm tezdə sən İnşallah gözləyəcəm. çəkməyə. İnşallah. Hı? Sənin yolunu gözləyəcəm. Darıxma, yaxşı? Yo, darıxmayacam. Əmilər burdadır. Hamısı. Hə? Sağ ol. Qoymazsan darıxmağa. Starşı burası mənim. Əmi də, həm də böyük qaqam. Siqaret verərik, qoçaq kişi qutaraq. Vəsə, getdik, sağ olun. Sağ ol. Dostlar, sağ olsun. Gələm, getək. Sağ olun, özünüzü qoruyun, narkotikdən uzaq olun, narkomaniyadan uzaq olun. Valideynlər övladlarınızı qoruyun, nəzarəti artırın. Narkotik istifadəsi görürsüz də, düşüb 12 yaşına, 10 yaşına, bu anar 9 yaşından nə işə çəkib, ona görə nəzarətsiz buraxmayın övladlarınızı. Hələlik. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asıllığı və digər asıllıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bir-iki gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. Gördüyünüz nəticəmiz 100%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı.